Yəqin ki, diqqət yetirmisiniz, tez-tez gecələr 2-də və yaxud 3-də oyanırsınız. Bunu bəlkə də sağlamlığınızda nəyinsə yolunda getmədiyinə yozursunuz, amma məlum olur ki, bu qədim yuxu vərdişinin əks-sədası ola bilər. Bəşər tarixinin əksər hissələrində insanlar indiki kimi 7-8 saat yuxu yatmırdılar, əvəzində gecə yuxusu 2 hissəyə bölünürdü. Birinci, insanlar gün batdıqdan sonra yuxuya gedib bir neçə saat yatırdılar. Buna ilk yuxu deyilirdi. Sonra 1-2 saat oyanıb ev işlərinə məşğul olurdular, dua edir, sobaya odun atırdılar, ailəsi ilə söhbət edirdilər və yenidən yatıb bir də səhər oyanırdılar. Buna ikinci yuxu deyilirdi. Bu model Avropada, Afrikada və Asiyada geniş yayılmışdı. Buna Yunanlardan və Romalılardan tutmuş, orta əsr səhnamələrinə qədər çoxsaylı tarixi mənbələrdə rast gəlinir. Ancaq son 200 ildə hər şey dəyişdi. Əvvəlcə kerosin, sonra isə elektrik işıqlandırılması gəldi. Gecələr daha parlaq və daha məhsuldar oldu. İşıq yuxu hormonu olan melatonin istehsalını azaldır və daxili bioloji ritmimizi pozur. İnsanlar gec yatmağa başladılar və yuxular arasındakı fasilələr tədricən yox oldu. Daha sonra sərt iş qrafikləri ilə sənaye inqilabı gəldi və tək fasiləsiz yuxu ideyası 20-ci əsrin əvvəllərində möhkəm şəkildə öz yerini tutdu.